Bismillahirrahmanirrahim. Rabbi şəhli sədri və yəssirli əmri və hlul uqdətən min lisani yəfqəhu qavli. Bugünkü söhbətimizdə Allah Taala'nın müşriklərə verdiyi günahların qarşısında cəzalardan bəhs edəcəyim. Keçən bəhslərimizdə müşriklərə bir sıra, təkcə müşriklərə yox, günahkarlara, fasiqlərə, cəhənnəm əhlinə verilən əzablardan danışdıq. Bu əzablardan sonra növbəti ayəmizdə Allah Taala bu əzabın səbəbini açıqlayır. Nə üçün bunlara belə əzablar vermişdir? Niyə belə cəza tədbirləri, cəza növləri müəyyən eləmişdir? Bugünkü ayəmiz 27-ci ayədə etibarən həmin mövzulara toxunacaq. Bismillahirrahmanirrahim. İnnəhum kanu la yarcuna hisaba. Həqiqətən onlar haqq hesab çəkiləcəyinə heç bir ümidi bəsləmirdilər. Günahkarlar, cəhənnəm əhli, fasiq insanlar bir sorğu sualın, bir hesab kitabın olacağına zərrəcə olsa da ümid bəsləmirdilər. Yəni ondan heç qorxmurdular. Qiyamət gününə inanmırdılar. Bəs bu səbəbə görə Allah Taala onlara yuxarıda qeyd etdiyimiz əzab növlərini, cəza növlərini təyin etmişdir. Burada bir neçə məsələyə toxunmaq istəyirəm ki, ayədə işlədilən la yarcuna sözü rəca sözündəndir və ümid mənasındadır. Əgər insan bir şeyə ümid bəsləyərsə və ona inanarsa, onun baş verəcəyinə inanarsa, o məsələdən çəkinər, o məsələdən qorxar, ehtiyat edər. Burada kafirlər, müşriklər, günahkarlar, fasiq insanlar heç bir ümid bəsləmədiyinə görə qiyamətə, ona görə qorxmurlar. İstədiyi əməlləri yerinə yetirirlər, istədiyi zülümləri başqa insanlara qarşı həyata keçirirlər, istədiyi günahlara da mürtəkib olurlar. Və bunların öz əməlləri səbəb olur ki, Allah Taala bunlara o formada, o şəkildə əzablar təyin eləsin. Cəhənnəm əhli də qiyamətə heç bir ümid bəsləmirdi. Və ümid bəsləmədiyinə görə də onda qorxu hissi də olmaz. Qorxu hissi olmadıqdan da sonra o çəkinməz, heç bir şeydən çəkinməz və bu məsələnin üçün mənası da olmaz. Ona görə də insan ilk növbədə bir şeyin olmasına, bir şeyin baş verəcəyinə inanmalıdır. Ona etiqad bəsləməlidir. Ona ümid bəsləməlidir. Digər ayəmizdə Allah Taala onlara verilən əzabın başqa səbəblərini açıqlayır. Başqa bir səbəbə görə də Allah Taala buyurur ki, mən onlara əzab verdim. O səbəb nədir? 28-ci ayədə Allah Taala buyurur: "Və kəzzəbu bi ayatina kizzaba." Onlar bizim ayə və nişanələrimizi israrla təkzib edirdilər. Yəni günahkarlar bu dünyada onlara nazil etdiyimiz ayələri, onlar üçün göstərdiyimiz nişanələri təkidlə və israrla, dəfələrlə inkar edirdilər, danırdılar, yalan sayırdılar. Allahın bu boyda bizə bəxş etdiyi nemətləri onlar heçə sayırdı. Bizim ayəmizdə nişanələr sözü işlənmişdir. Ayə və nişanələr. Onlar hansı nişanələri, hansı ayələri inkar edirdilər? Bu nişanələr sözü ümumi məna daşıyır. Bir çox məsələləri özündə ehtiva edir. Bu nişanələrdən Allahın təkvini və təşrii nişanələridir. Bizim üçün bəxş etdiyi həm bu maddi aləmdə, həm mənəvi aləmdə,
həm hökm, icra, əməl, qanun, qayda baxımından, həm bu kainat aləmində bizə bəxş edilən bütün ilahi nişanələr. Əgər insan özünə müraciət eləsə və təbiətə müraciət eləsə, hər halda, hər bir zaman Allahın biz bəndələr üçün nişanələri, əlamətləri vardır. Onları insan görməlidir, dərk etməlidir və bu ayə nişanələrə baxaraq iman gətirməlidir, imanı artmalıdır. Günahkarlar isə bütün bu ayələri inkar edirdi. Niyə? Nə üçün? Öz əməllərini, batil əməllərini həyata keçirmək üçün, öz günahlarının üstün örtmək üçün, öz haram işlərinə haqq paltarı geyindirmək üçün. Yəni, belə şeylər yoxdur, adi hadisələrdir. Niyə görə də biz bu günahları etməyək, niyə görə də biz bu nəfsi istəklərimizin dalınca getməyək, niyə qeyri işlərin dalınca getməyək? Bunların dalınca getmək üçün ilk olaraq Allahın əzəmət nişanələrini, əlamətlərini, ayələrini inkar edirdilər. Onların inkar etdiyi nişanələrdən biri də tövhid idi. Allahın birliyini inkar edirdilər. Nübüvvət məsələsi idi. Peyğəmbərimizin peyğəmbərliyini təkcə bizim peyğəmbərinin deyil, öncəki nəsillərdə də olan peyğəmbərlərin, Həzrəti Musanın, İsa'nın, Davudun, Nuhun, Adəmin bu inkarlar, bu təkziblər hər zaman olmuşdur. Bunların məqsədi yalnız öz nəfsani istəklərini həyata keçirmək üçün bu məsələləri inkar etməkdir. Peyğəmbərin peyğəmbərliyindən əlavə onun sünnəsini, adət ənənəsini də yer üzündə inkar edirdilər. İnkar edirdilər ki, inkar etdiklərinə görə də Allah Teala onlara bu şəkildə əzab tədbirləri görmüşdür, əzab təyin etmişdir. Digər ayəmizdə Allah Teala buyurur ki, biz onların hər bir şeyini, hər bir əməlini, hər bir hərəkətini yazmışıq. Doqquzuncu ayədə Allah Teala belə buyurur. Və kullə şeyin əhsəynahu kitaba. Biz hər şeyi bir-bir sayıb lövh-i məhfuzda yazmışıq. Və yaxud da əməl dəftərində yazıb təsbit etmişik. Onların hər bir əməli Allah gözü qarşısındadır. Allahın nəzərindən uzaqda deyil. İnsanın böyük, kiçik, gizli və aşkar əməlləri, etiqadi əməlləri, onların bütün gizlətdikləri hamısı Allah Teala'ya məlumdur. Bunlar hamısı Allah Teala aşkar şəkildə bizim üçün bəyan edir. Qur'anda bir çox ayələrdə bu məsələyə toxunulmuşdur. Yəni, mən sizin kiçik əməllərinizi, zərrə qədər olan əməllərinizi, fikirlərinizi, zehninizdən keçənləri, nə hərəkət edirsiniz, ən xırdalığına qədər yazmışıq. Mələklərimizə əmr etmişik, yazıblar. Bu mövzumuza dəlil olaraq bir neçə ayəni əziz qardaş və bacılarımızın xidmətinə çatdırmaq istəyirəm. Qəmər surəsi 52-53-cü ayədə Allah Teala belə buyurur. Onlar nə ediblərsə yazılarda, yəni lövh-i məhfuzda qeyd edilmişdir. Hər bir kiçik və böyük əməl onda yazılmışdır. Digər ayədə belə buyurur. Yunus surəsi 21-ci ayə. Həqiqətən bizim elçilərimiz etdiyiniz məkr və hilələri yazırlar. Bizim elçilərimizdən məqsəd Allahın bəndələr üzərində onların əməllərini yazmaq üçün ayırdığı mələklər nəzərdə tutulur. Bu ayədə işarə edir ki, yəni sizin məkr və hilələriniz yazılır. Yəni hər bir çirkin əməllər, hər bir günahlar, hər bir səhvlər yazılır.
Və eyni zamanda bunun əks müqabili də insanın savab əməlləri, düzgün işləri, Allaha xatir olan əməlləri, ilahi məqsəd uğrunda atdığı addımlar, niyyətlər, hətta həyata keçirə bilmədiyi niyyətlər, xoş niyyətlər də Allah Taala'nın elçiləri, xüsusi mələkləri vasitəsilə yazılır. Yasin surəsi 12-ci ayədə Allah Taala bu barədə yenə buyurur. Biz hər bir şeyi, insanların əməllərini, dünyada baş verən hadisələri açıq-aşkar nüsxələrdə, yəni həmin lövh-i məhfuzda ətraflı surətdə sahib hesablamışıq. Yəni Allah Taala dərgahında elə bir əməl, elə bir niyyət, elə bir hadisə, elə bir hərəkət yoxdur ki, onu Allah Taala öz lövh-i məhfuzunda yazmasın. Əməl dəftərlərini qiyamət günündə günahkarların əlinə verəcəklər. Günahkarların əməl dəftərləri onlara sol əllərinə arxa tərəfdən veriləcək. Bu, onların zəlil, xar, alçaq, kiçik vəziyyətdə olacaqlarına işarə edir. O zaman bu günahkarlar fəryad edəcək. Allah Taala Kəhf surəsi 49-cu ayədə bu məsələyə çox gözəl işarə edir. Çox gözəl bizim üçün açıqlayır və buyurur ki, o zaman günahkarlar, fasiqlər belə deyəcəklər. Vay olsun bizə. Bu necə yazıdır ki, heç bir kiçik və böyüyü yerdə qoymadan istisnasız hamısını saymışdır. Yəni, Allah Taala bizim zehnimizdən keçən bütün əməlləri, qəlbi inanclarımızı və bədənimizin hərəkətlərinin hər birini istisnasız olaraq yazmışdır. Şübhəsiz ki, hər bir insan əgər belə bir etiqada malik olsa ki, Allah Taala və qiyamətdə bunları bizim üçün yazar və bu etiqad və bu əqidə insanın günahla arasında böyük bir maniyə çevirilər və insanı günaha sürükləməz. O maniyə səbəb olar ki, insan o günahlara doğru getməsin. Sözümüzün müşriklər barəsində, fasiqlər, günahkarlar barəsində olduğundan belə nəticəyə gəlir ki, belə insanlar, ümumi olaraq günahkarlar həmin əqidəyə malik olmamışlar. Və malik olmadıqlarına görə də Allah Taala o maniyəni bunların qarşısından götürmüş və onları cəhənnəmə sürükləmişdir. Növbəti ayəmiz çox dərin mənalı, müşriklər üçün, kafirlər üçün, fasiqlər üçün, zalimlər üçün, günahkarlar üçün bəyan olunması ən ağır ayələrdən biridir. Allah Taala bu ayədən etibarən belə buyurur. Fəzzuqu fələn nəzidəkum illa əzaba. Bütün bu bəndələri, günahkar bəndələri cəhənnəmə göndərdikdən sonra belə buyurur. Odur ki, əzabı dadın. Bu qədər günah etdiniz, bu qədər mənim nişanələrimi inkar etdiniz, bu qədər mənim qiyamətimə ümid bəsləmədiniz, əzabı dadın və biz sizə əzabdan başqa əsla bir şey artırmayacaq. Bu ayədə günahkarlara xitab olunur. Bu ayədən etibarən Allah Taala xitab tərzini dəyişir. İnsanlar bu dünyaya, günahkar insanlar fəryad edəcəklər. Bu dünyaya qayıdacaqlar, qayıtmaq istəyəcəklər. İlahi bizlərə fürsət ver, qayıdaq bir yaxşı əməl edək. O zaman onlara xitab olacaq. Bu əzabı dadın. Mən sizə o dünyaya qaytarmayacağam. Heç bir imkan verməyəcəm. Bütün qapılar üzünüzə bağlanıb, öz əməllərinizə görə.
Mən sizi artırsam, yalnız və yalnız əzab artıracam. Əzabdan başqa sizin üçün heç bir əzab artırılmayacaq. Niyə görə? Çünki Allah Teala öz peyğəmbərlərini, hidayət vasitəsi olan peyğəmbərlərini o bəşər üçün, o günahkarlar üçün göndərmişdi. Onlar o günahkarları hidayət edirdi, yol göstərirdi. Onlar isə onun müqabilində peyğəmbərə itaat etmirdilər. Deyirdilər ki, nəsihət etsən də, etməsən də bizim üçün birdir. Yəni, biz iman gətirməyəcək. Fərqi yoxdur. Bizi moizə elə, bizi düz yola hidayət elə. Heç bir fərqi yoxdur. Danışmağının mənası yoxdur. Biz iman gətirməyəcək. Bu ayəmizin ünvanı Şüara surəsi 136-cı ayədir. Peyğəmbərdən bu barədə belə bir hədis gəlmişdir. Bu ayə Quran ayələri arasında cəhənnəm əhli barəsində nazil edilən ən şiddətli əzabdır. Günahkarlar üçün ən ağır ayə, ən şiddətli ayə Peyğəmbər tərəfindən bu ayə hesab olunur. Vurğuladığımız, qeyd etdiyimiz hədisin ünvanı Kəşşaf təfsiri 4-cü cild 690-cı səhifə. Eyni zamanda digər bir təfsir Ruhul Bəyan 10-cu cild 307-ci səhifə. Niyə də belə olmasın? Axı günahkarlar Allahın nişanələrini inkar etdilər. Allaha qarşı tuğyan etdilər, üsyan etdilər. Və ona görə də Allah Teala onlara yalnız və yalnız əzab artıracaq. Əzabların neçə bərabərə qaldıracaq. Allahdan arzu edirəm, bizi özünün etiqadlı bəndələrindən qərar versin. Onun nişanələrinə, ayələrinə, əlamətlərinə, ümid bəsləyənlərdən qərar versin. Və burada sözümü tamamlayıram. Sizi Allaha tapşırıram. Sadaqallahul aliyyul azim.